Keçən dərsimizdə biz sətirlər və sətirlər üzərində işləm danışmışdıq. Bugünkü dərsimizdə isə artıq biz siyahılara baxacağıq. Siyahılar nədir? Siyahılar üzərində hansı əməliyyatları yerinə yetirmək olar? Onları öyrənəcəyik. Qeyd eləyək, siyahılar. Sətirlər haqqında bundan əvvəlki dərsimizə baxıb məlumat ala bilərsiniz. İndi isə baxırıq siyahılar. Yəni list tipinə. Yəni dəyişənimizə daxil etdiyimiz tiplərdən biri də list tipidir. Siyahılar bir neçə siyahı nümunələri yazaq. Məsələn, A bərabərdir 1, 2, 3 və s. 3-də qalsın bu. Deməli, burada bizim A dəyişənimizə bu siyahı mənimsədilib. Yəni, mənimsətmə operatorunu da bilirik. Deməli, A dəyişənimizə deyirik ki, bu siyahı mənimsədilib. Siyahı bu mötərizələrin, yəni parça mötərizəsi dediyimiz bu mötərizənin içərisində yazılır. Yəni, parçanın içərisində yazılan isə siyahının elementləridir. Ümumiyyətlə, belə deyək, siyahının elementləri mümkün hər bir qiyməti ala bilər. Siyahının elementləri mümkün hər bir qiyməti ala bilər. Elementləri mümkün hər bir qiyməti ala bilər. Bu nə deməkdir? Yəni, bu dediyim ifadə nə deməkdir? Yəni, baxın, burada mən A siyahısının içərisində 1, 2, 3 sətirlərini yazdım. Amma mən bu formada da başqa bir şey yaza bilərəm. Yəni, məsələn, biri int tipində yazıram, yəni ədəd tipindədir. Daha sonra sətir tipində 2 yazıram. Daha sonra, məsələn, S yazıram. S hərfi. Başqa B hərfi, A hərfi fərqi yoxdur. Yazıram. Və yaxud da, yəni burada gördünüz, artıq mən həm sətir tipindən bir yerdə istifadə elədim, həm də ədəd tipindən. Yəni, siyahının elementləri mümkün hər bir qiymət, hər bir element ola bilər. Mümkün hər bir element ola bilər. Burada hər bir sözünü yazmamışam, hər bir element. Bu formada deyə bilərik. İndi gəlin baxalım, siyahılar üzərində hansı əməliyyatlar, məsələn, əməliyyatlar dedikdə hesab əməliyyatlarına baxın. Toplama, vurma necə baş verə bilər? İndi yeni bir siyahı yazalım, bir A siyahısı qeyd edək. A siyahısına daxil edək 1, 2, 3, 4. İndi mən burada yazsam A vurulsun 2 nə alınar? Artıq burada A siyahısını 2 dəfə təkrarlayacaq. Deməli, yazacaq bu formada. 1, 2, 3, 4. 1, 2, 3, 4. Gəlin bu dediyimi Python'da sınavdan keçirək. Mən bir A siyahısı yazıram. Deməli, bu A siyahısına 1, 2, 3, 4 qiymətlərini verirəm. Daha sonra A vurulsun 2 yazdıqda isə mənə həmin A siyahısının elementlərini baxın 2 dəfə qaytarır. Bəs burada toplama işləri necə gedər? Məsələn, mənim A siyahım yenə verilib. Baxın, A siyahısı 1, 2, 3, 4-dür. İndi mən yazmaq istəyirəm ki, A üstə gəlinsin. Məsələn, 7. Amma 7-ni, baxın, mən siyahıda yazıram. 7-ni də siyahıda yazıram. Artıq bu zaman o orada daxil olacaq. Yəni, A üstə gəlinsin 7-ni mən siyahıda verməsəydim əgər, mənə xəta verərdim. Yəni, buradan belə qeyd edeyim ki, A üstə gəlinsin 7 olduqda, bu 7 siyahıda olduğuna görə toplama baş verə bilir. Yəni, artıq biz 1, 2, 3, 4 və 7-ni də yaza bilərik. Bu bizim A listimizdir. Bu formada yaza bilərik. Amma mən burada, məsələn, A bərabərdir, yenə 1, 2, 3, 4 yazaq. Mən burada A üstə gəlinsin 7-ni ədəd formasında yaza bilmərəm. Bu mənə xəta verəcək. Gəlin baxalım. Deməli, məsələn,
A üstə gəlinsin burada. Sadəcə 7-nin özünü yazsam, yəni int tipi yazsam mənə xəta verəcək. Yəni int tipin mən siyahının üzərinə gələ bilmərəm. Aydındır. Eləcə də siyahının üzərinə sətr tipində gələ bilmərəm. Məsələn, A üstə gəlinsin. Bir dəqiqə deməli. A üstə gəlinsin. Bağlayıb yenidən açalım. Mən A dəyişəni qeyd edirəm burada. 1, 2, 3, 4. İndi qeyd edirəm ki, A üstə gələk. Məsələn, sətr tipində 7, yəni string. Burada artıq yenə mənə error verir. Yəni mən listin üzərinə nə int, nə də sətr gələ bilmərəm. Yalnız və yalnız o list tipində olmalıdır ki, yəni bu 7 list tipində olmalıdır ki, mən onun üzərinə qiymətləri gələ bilim. Yəni burada A plus, yəni list plus sətr xəta, list plus int xəta verir. Aydındır. Yalnız listi vurduqda isə listi intə vurduqda eyni sətr tipində olduğu kimi təkrarlayır. Burada nümunəni göstərdim. Baxın, həmin dediyim ifadə burada qeyd olunub. Yəni mən listi 2-yə vuranda 1, 2, 3, 4-ü 2 dəfə təkrarlayıb yazırım. Baxın, 2 dəfə təkrarladım. Aydındır. Siyahlar üzərində elementlər var. Ümumiyyətlə, gəlin birinci bir növ siyahıda yazım. Məsələn, belə bir siyahı yazım ki, məsələn, B siyahısına aiddir. Olsun 2, 6, 3. Daha sonra siyahının içərisində bir dənə də siyahı açıram. Və bu siyahıya yenə yazıram 1, 7, 9. B siyahısının neçə elementi var? 1, 2, 3 və 4. Baxın, deməli, B siyahısının 1, 2, 3, 4 elementi var. Amma B siyahısının 4-cü elementi özün içərisində bir element var. B siyahısının 4-cü elementinin özü bir siyahıdır, listi və onun içərisində də bir siyahılar var. İndi gəlin sizə siyahılarda nömrələnmədən danışaq. Nömrələmə eyni ilə sətirlərdə olduğu kimi aparılır. Yəni, sətirlərdə də bundan əvvəlki video dərsə baxa bilərsiniz. 0-dan başlayaraq nömrələnirdi. 0, 1, 2 və 3. Aydındır. Sətirlərdə də nömrələnmə 0-dan başlayaraq aparılır. Yəni, mənim bu elementim indeks nömrəsinə görə 3-cüdür. Amma bu özü bir siyahı olduğuna görə bunun içərisində də mən bir nömrələmə apara bilərəm. 0, 1, 2. Aydındır. Yəni, mənim 3-cü elementimin, 3-cü elementim dedikdə, yəni indeksə görə, indeks nömrəsinə görə 3-cü elementimin özünün də bir içərisində olan elementlərin indekslənməsi var. Bunu necə başa düşərik? Məsələn, mən burada B0 yazsam, mənə nə veriləcək? Hansı qiymət gələr ekrana? 2. Yəni, 0-cı elementim gələr ekrana. Mən bəs burada B1 yazsam nəsə gələr? Ekrana 6 gələr. B2 yazsam ekrana 3 gələr. Yəni bu. Mən indi burada B3 yazsam ekrana nə gələr? Baxın, B3 yazsam ekrana gələcək 0, 7, 9. Aydındır. Amma mən burada baxın. Mən burada məsələn B3 arxasıcanda 2 yazsam, B3 bu mötərizədir. B3 arxasınca da 2 yazsam, bu o deməkdir ki, 3-cü indeksin elementlərin içərisində ikincini mənə çağır. Yəni, 3-cü indeksin elementlərin içərisində ikinci hansıdır? 9. Mənə ekrana verəcək 9-u. Başqasını göstərək. Məsələn, B3 yazıram, B3 arxasınca 0 yazıram. Bu mənə nə verəcək? 3-cü indeksin içərisində 0 var? Bəli, var. Axı bu 3-cü sanki düşünün də özü bir elementdir. Yəni bunların hamısı. İndi bunun içərisində 0-cı hansıdır? 1-dir. Və mən buradan 1-i mənə qaytarır bu ifadə. Eləcə də B3 əgər yazsam ki 1,
Bu mənə qaytaracaq 7-ni. Yəni burada artıq iç-içə siyahı olduqda qiymət qaytarması bu formada olur. İndi keçək növbəti hissəyə. Deməli, siyahılar üzərində gedən əməliyyatlara baxalım. Siyahılar üzərində hansı əməliyyatlar var? Yəni belə deyək, metodlar var əsas. Siyahılar üzərində eyni ilə dediyimiz, məsələn, len var, count var. Burada len, daha sonra count, sonra find'in özünü də yaza bilərik, amma burada siyahılarda əsasən indeksdən istifadə olunacaq. İndi onlara baxacağıq. İndeksi də yaza bilərik. Yəni bunlara hələ ki baxalım. Deməli, leni siyahılar, sətirlər dərsində qeyd etmişdik. Len və count'u. Len siyahının içərisində olan elementləri sayır. Məsələn, bir B siyahısı yazaq. Olsun bizdə məsələn S, M, N, yenə S, yenə M. Aha. S, M, N, S, M siyahısına mən burada len B versəm, mənə burada siyahının içərisində neçə element var onu verəcək. Yəni sayır. Siyahıda olan elementləri sayır. Count isə hər siyahıda hansı element neçə dəfə təkrarlanıbsa onu bildirir. Yəni bir elementdən nə qədər istifadə olunubsa onun sayını bizə verir. Yəni mən burada yazsam, belə deyək, B.count, məsələn, M yazsam, bu mənə verəcək ki, 2 qiymətini. Aydındır? Yəni, hansı elementdən nə qədər istifadə olunduğunu sayır. Bunlar haqqında ətraflı video, ətraflı izah daha doğrusu, ikinci dərsimizdə, yoxsa üçüncü dərsimizdə, yəni sətirlər dərsində, stringlər dərsində qeyd olunub, oradan keçib baxa bilərsiniz. Ona görə bunların üzərində çox dayanmıram. İndi isə danışağın indeksdən. İndeks isə, indeksi biraz aşağıdan yazarım, yazırıq indeks. İndeks siyahıda olan elementin indeksini verir. Siyahıda olan elementin indeksini verir bizə. Bunu sətirlərdə buna aid bir funksiya var idi. Eyni ilə bunun işini görürdü. O hansı idi? Find idi. Gəlin buradan qeyd edeyim. Find. Find eyni ilə bunun işini görürdü. Arasında bir xırda fərq var. İndi onu qeyd edəcəm. Yəni, ümumi olaraq find ilə index demək olar ki, eyni işi görür. Yəni, eyni şey edir. Yəni, burada buna aid nümunə yaza bilərik ki, məsələn, B.index M yazsam, bu mənə, gəlin burada indeksləməni aparağım birinci, 0, 1, 2, 3 və 4. Bu mənə indeks M-in indeksini verəcək. M harada dayanıb? 1-də. Sual verə bilərsiniz ki, müəllim, nəyə görə bəs bu biri M-in indeksini vermir? 4-cü M-in indeksini nəyə görə vermir? Axı, 1-ci M-in indeksini verir. Bu, avtomatik olaraq 1-ci M-in indeksini verir. Amma mən, belə deyim, əlavə aralıq qeyd eləməklə, məsələn, B.index, burada M yazaram, daha sonra isə aralıq daxil edərəm, məsələn, 2,5. Yəni, 2-5 aralığında M-i axtar tap. İndi deyərsiniz ki, axı, burada 5 yoxdur. Nəyə görə 5 bu formada olur? Ona görə ki, mən burada 2-4 yazsam, sonuncunu götürməyəcək, 4-ə qədər tapa bilməyəcək heç nə. 2-5 yazıram ki, 5-i bu sonuncu həmişə götürülmür. Yəni, sonuncu götürülmür. 2-5 aralığında 5-incini götürməyəcək, 2-4 aralığında tapacaq və 4-ün indeksini bizə verəcək, cavab olacaq 4. Gəlin bu dediyimi
İndi burada göstərim. Deməli, bir B dəyişəni demişdik. B dəyişənin içərisinə nələr daxil idi? S daxil idi. Daha sonra M, daha sonra bir R daxil edək. Daha sonra bir K daxil edək. Və bir sonuncu olaraq yenidən M daxil edək. Aha. İndi burada bizim 5 dəyişənimiz, 5 dənə elementimiz var siyahıda. Bu elementləri sıfırdan nömrələsək 0, 1, 2, 3, 4. Baxın, sonuncu n-imizin nömrəsi 4'dür. Və mən indi sonuncu n-imizin nömrəsini tapmaq üçün B nöqtə indeks burada yazıram ki M-i tap mənim üçün hansı aralıqda? 2, 5 aralığında. Və bu da mənə sonuncu M-in indeks nömrəsini verəcək. Yəni 4'ü baxın ekrana çap elədi. Deməli, indeks elementin indeks nömrəsini, yəni üzərində o indeks nömrəsi dedikdə üzərində qeyd etdiyimiz sıfırdan başlayıb nömrələdiyimiz qiymətini bizə qaytarır. Mən indi burada 2, 4 yazsaydım əgər, B nöqtə indeksi 2, 4 yazsaydım, mənə xəta verəcəkdi. Bunu 2, 4 eləsəm, bu mənə xəta verəcəkdir. Çünki 2, 4 arasında, 2, 4 aralığında, yəni bu aralıqda M yoxdur. 2, 4 aralığında 4'ü almır. Yəni bu axırıncı yazılan almır, qiyməti götürmür. Yəni biz artıq 2 ilə 3'ü götürəcəyik. 2 ilə 3 də budur. Burada M olmadığına görə, ona görə bizə xəta verir. Aha. Baxın, indi fərqli məqamda buradadır. Başqa bir nümunə deyim, fərqli məqamı izah edəcəm. Məsələn, bizim B dəyişənimizdə baxın, S, M, N, S, M hərfləri mövcud. Yəni S, M və N hərfləri 3 hərfin qarışığından alınıb burada siyahımız. Bu elementlərdə mən burada B nöqtə indeks məsələn A hərfini yazıb axtarsam, B listinə gəlib baxacaq. B listində A var, A elementi var. Xeyr, onda bu mənə xəta verəcək. Və amma K-da isə bu, məsələn, K-da dediyimiz daha doğrusu finddə isə, elementi tapa bilməyəndə -1 verirdi. Aydındır. Mən bayaq burada qeyd elədim ki, bu buna oxşuyur. Sadəcə bir aralarında fərq var. İndeksdə olmayan elementi tapmayanda xəta verir. Finddə isə bu bizə -1 verir. Aha, daha sonra biz danışdıq, count'dan danışdıq, indeksdən danışdıq, len'dən danışdıq. Gəlin indi siyahıya qiymət əlavə etməkdən danışaq. Deməli, siyahıya qiymət biz əlavə edə bilərik. Necə? 2 metodla əlavə edə bilərik siyahıya qiyməti. Biri append, digəri isə insert. Gəlin indi baxalım bir-bir ki, bunlar arasında fərqlər və oxşarlıqlar nədir? Oxşarlıqlar demək olar ki, bir dənədir. Yəni ikisi də siyahıya element əlavə etmək üçün istifadə olunur. Amma buradan belə baxa bilərik ki, bir dəqiqə buraları təmizləyək. Yenidən daha səliqəli formada baxalım bura. Deməli, birinci dedim ki, append. Append metodu, bu metod bizim siyahının sonuna element əlavə etmək üçün əlavə edir. Siyahının sonuna belə deyək də elementi əlavə edir. Məsələn, mən bir A dəyişəni yazım burada.
A dəyişəni olsun bizdə 1, 2, 3, 4. İndi mən burada yazsam a.append mötərizə içərisində 5. Burada bunun mötərizəsini qoyaq. A.append 5 yazsam, bu siyahının sonuna 5-i əlavə edəcək. Yəni mənim A siyahım olacaq artıq 1, 2, 3, 4 və 5. Yəni bu 5-ci elementi siyahımızın sonuna əlavə edir. Eləcə də belə deyək. Və bizə bu formada belə deyək, qiyməti verir. Aydındır. Başqa bir üsulda bayaq yazmışdım toplama əməliyyatına. Məsələn, mən burada bunu A bərabərdir 1, 2, 3, 4 qeyd eləmişəm. Doğrudur. İndi belə bir şey yazıram. Deyirəm ki, A üstə gəlinsin 5. Yəni burada da nəticə olaraq alacağıq ki, biz A dəyişəni olacaq bizdə 1, 2, 3, 4, 5. Yəni 5 yenə də burada gəlib sona əlavə olunacaq. Aydındır. Demək olar ki, append'ın işini elə bu formada yerinə yetirir. Yəni append'a nə deyirik? Siyahının sonuna element əlavə edir. Gəlin Python'da buna da bir nümunə göstərəyim. Məsələn, A siyahısı dedik. A siyahısına element əlavə edək. 1, 2, 3, 4. A nöqtə append 5. Baxın, A siyahısını biz çağırdıqda artıq burada bizə 5-i də siyahıya əlavə etmiş formada qeyd edir. Daha sonra ikinci formamıza baxaq dedik. İkinci dedik ki, insert. İkinci metodumuz insert'dür. Insert'də əlavə etmək deməkdir. Insert'də sadəcə fərq ondadır ki, append'da yalnız sona əlavə edirdi. Insert'də isə istədiyimiz mövqeyə əlavə edə bilirik. İstədiyimiz mövqeyə biz qiyməti əlavə edə bilirik. Məsələn, yenidən gəlin bir siyahı yazağım. Mən burada bir siyahı qeyd edirəm. Məsələn, A siyahısı olsun 1, 2, 3, 4. İndeksləyək bunu 0, 1, 2, 3. İndeksləməni başqa rəngdən edəyin ki, nisbətən fərqlənsin siyahının elementlərindən. 0, 1, 2, 3. Bunu bu formada indekslədik. İndi mən burada yazıram ki, A nöqtə indeks 2 vergül 5. 2 vergül 5. A nöqtə indeks 2 indeks yox, daha doğrusu insert. A nöqtə insert əlavə etməkdən danışırıqsa, insert A nöqtə insert 2 vergül 5. Bizə artıq burada nə verəcək? Bizə deyir ki, ikinci mövqeyə bu mövqeyini bildirir. Yəni indeksi bildirir. Mövqe, indeks. Yəni ikinci indeksə 5 əlavə et. Əlavə et. Bu onu deyir ki, baxın, bizim ikinci mövqeyimiz haradır? Bura. Bura sən 5 əlavə et. Yəni bizim artıq ifadəmiz bu formada olacaq. 1, 2, bu biri burada yazdıq, 2-ni burada yazdıq. İndi ikinci mövqeyimiz hansıdır? Buradır, 3. 3 yazılıb ora. Bu 3'ü sürüşdürəcək sağa tərəf. Bu 5 keçəcək ora. 5 keçəcək ora. 5'i yazacağıq. 5'dən də sonra yenə 3'ü və 4'ü yazacağıq. İndi baxın, indeksləsəm mən bunu 0, 1, 2, 3, 4. İndi bunu indekslədim. İkinci mövqeyə baxın, nə düşdü? 5. Mən də burada onu yazmaq istirdim ki, ikinci mövqeyə 5 əlavə edək. Və budur. Artıq bizim siyahımızda ikinci mövqeyə 5 əlavə olunub. Yenidən bir nümunəyə baxalım. Baxın, burada qeyd edirəm ki, məsələn, bir siyahı yenidən yazaq. 4, 5, 3, 2, 6. Bunu indekslədikdə 0, 1, 2, 3, 4 formasında indeksləyirik. İndi burada mən qeyd edirəm ki, A nöqtə insert
A nöqtə insert 3,7. Nə deməkdir? Üçüncü mövqeyə 7-ni əlavə et. Yəni, burada bizə birinci verilən rəqəm yerimizin, indeksimizin nömrəsidir. Bizə burada indeksi verir. Amma ikincisi isə rəqəmimizdir. Deyir, yəni, üçüncü yerə sanki deyir 7 yaz. Yəni, bu birinci indeksdir, ikinci elementimizdir. Mən də baxıram, üçüncü indeksimiz haradır? Bura. Hansı element durur? 2. Mən bu 2-ni bax sürüşdürəcəm sağa, sağa doğru. Bax bunların hamısını sağa doğru sürüşdürəcəm. İndi üçüncü indeksə 7-ni yazacağam. Yəni alınacaq bu ifadə. Baxın. Alınacaq bu formada. A-nın yerinə yenə 4, 5, 3 olduğu kimi qalır. Axı soldadır, hələ ki 2-yə kimidir. Bunlar soldadır. Bunlar bu tərəfdədir. İndi mən üçüncü yerə 7 yazıram. Bu 2-ni sürüşdürürəm o tərəfə. 7 yazıram. Sonra 7-nin arxasınca yenə də 2-ni və 6-nı qeyd eləyirəm. Və bunları indeksləyəndə 0, 1, 2, 3, 4, 5 görürük ki, üçüncü indeksin altına nə düşdü? 7. Yəni, burada istədiyimizi yerinə yetirə bildik. Aha. Daha sonra keçirik siyahıdan element silmə. Siyahıdan element silmə. Aha. Yenidən qeyd eləyə bilərik ki, iki cür siyahıdan elementi iki cür silmək olur. İki cür element silmək olur. Birinci siləcəyimiz, yəni istifadə edəcəyimiz metod remove. İkincisi isə olacaq del. Birinci remove'dan, ikincisi del. Remove elementi elementin özünə görəsidir. Elementin özünə görəsidir. Del isə indeks nömrəsinə görəsidir. Del isə indeks nömrəsinə görə silir.